Novruzun bütün şirniyyatlarını sevirəm, ancaq ən çox hansı desəz, heç düşünmədən şirin çayla yeyilən Naxçıvanın içli çöçəsini deyərəm. Ən ideal və düzgün xəmirlə hazırladığım məşhur Naxçıvan çöçəsini siz də bu cür etsəniz, inanın səmimiyyətimə dadından doymayacaqsınız. Yoğurma qabına un və duz alınaraq qarışdırılır. Ortasında çuxur açıb maya, şəkər tozu, südü töküb mayanın aktivləşməsi üçün qarışdıraq. Xama, yumurta, otaq temperaturunda yumşalmış və ya əridilmiş kərə yağını əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğuraq. Üzərini örtüb yarım saat gözlədək. Bu sırada bir ədəd soğanı rəndənin kiçik gözündən keçirib acı suyunu sıxaq. Tavaya yağ töküb əridək. Soğanı yağa əlavə edib qızılı rəng alınadək qarışdıraraq bişirək. Bu məqamda üzərinə duz, istiyoz sarıçök tökək. Ən son 450 qram blenderdən yaxşıca keçirdiyimiz qoz içini də əlavə edək. 2-3 dəqiqə qarışdıraraq bişirib altını söndürək. Ayrı qaba alıb 5-10 dəqiqə soymağını gözləyək. Digər tərəfdə mayalanan xəmirimizdən 60-70 qramlıq kündələr tutaq. İstikdən 3 dolu çay qaşığı yerləşdirib şəkərbura kimi kənarlarını bükək. Ən son üzərinə yumurta sarısı çəkib videoda gördüyünüz kimi çəngəllə dəliklər açaq.
Əvvəlcədən isidilmiş sobada 180 dərəcədə alt-üst rejimdə üzəri qızarınadək bişirək. Üstü yüngül xırtıldayan, içi yumşaq, ağızda dağılan içli çöçəmiz hazırdır. Bu möhtəşəm dadı mütləq bu reseptlə sınayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Kanala zəhmət olmasa abunə olub şərh yazın. Hələlik.